Səyyad müəllim, sualınız var yoxsa? Sualınızdır, çıxışdır. Bəli, buyurun. Sual kimə olacaq? Bu açıq bir. Buyurun, eşitirik sizi. Bilmirəm. Eşitdiniz? Deyəsən işləyir? İşləyir. Buyurun. Mən bu lövhəyə düşə bilmirəm. Ən müxtəlif kombinasiyalardan istifadə edirəm. Ya, görürsünüz, başqaları da deyir. Ya əlimi üstünə basıram, ya tez-tez basıram, ya da ki, məqamı tutub basıram düyməni. Düşə bilmirəm ki, bilmirəm. O kombinasiyalar nə kombinasiyalardır, xahiş edirəm. Deyin, özdə onu hansı düşmən eləyir burada oturan? Deyirsiniz ki, müxtəlif kombinasiyalardan istifadə edirlər və mən düşə bilmirəm. Kombinasiyalardan istifadə edirəm, düşə bilmirəm. Səyyad müəllim, burada nə kombinasiya var? Sadəcə o düyməni basmaq lazımdır. Siz təsəvvür edin, burada 125 nəfər oturur. Hərəsi də istəyir. İndi kimsə düşür, kimsə düşmür. Xanım Sədir, arxadan deyirlər ki, çoxumuz düşə bilmirik. Mən deyirəm ki... Bəli, Tənzilə xanım dedi, eşidirəm. Yox, başqaları da dedi. Mən deyirəm ki, ən müxtəlif kombinasiyalardan istifadə edirəm. Demirəm kimsə kombinasiya düzəldir. Mən düşə bilmirəm. Bunun sirrini bilmək istəyirəm. Bir də ki, sözüm vardı. Sözümü deyə bilmirəm. Məclis başlayandan bir sözüm var, onu deyə bilmirəm. Xahiş edirəm, imkan yaradın, mən sözümü deyim. Səyyad müəllim, çox adam düşmək istəyir, ancaq təəssüf ki, hamı düşə bilmir. Əgər biz bütün düşənlərə söz verə bilsəydim mən, çox böyük məmnuniyyətlə istəyərdim. Onda elə iclası gərək biz bu azad çıxışlar deyirlər əslində. Bax, bu formatda olan çıxışlara deyirlər ki, azad çıxış. Bu tərcümədir sadəcə ingilis dilindən. Demək istəyirsiniz, buyurun. Siz ağsaqqalsınız, mən sizə söz verirəm. Buyurun, ancaq 3 dəqiqə. Buyurun. Çox təşəkkür edirəm, xanım Sədir. Əski Sovet dövründə SSR-nin müxtəlif yerlərindən Moskvaya məktublar axışırdı. Sibir çöllərindən, Orta Asiyanın uzaq ağıllarından, Qafqazın ucqardaq kəndlərindən, hətta ən ağla gəlməyən ünvanlara yazırdılar. Leylinin qəbrinə, naməlum əskərin məzarına və s. Məqsəd aydın idi, diqqət çəkmək idi, ərizəçinin məqsədi. Və 30 gün vaxt ayrılırdı. Ölkə böyük, ərazi geniş, ərizələr çox aydındır, başa düşdük. Amma bugün Azərbaycanda ərizə və şikayətlərə niyə 30 gün ərzində cavab verilməlidir? Biz ölkəmizdən ölkəmizə yazırıq. Bizim deputatların timsalında isə Bakıdan Bakıya yazırıq. Belə olan halda niyə 30 günə cavab verilməlidir? 10 gün olsun. Ya biz özümüz qərar qəbul eləyək, ya da hansısa uyğun normativ hüquqi aktlara bir bənd əlavə eləyək ki, Azərbaycanda ərizə və şikayətlərə 10 gün ərzində cavab verilsin. Nə qazanarıq? Operativlik, səmərəlilik, keyfiyyət, seçicinin və deputatın gözünün yoldan yığılması, cəmaatın rahatlığı, hüzur və s. Biz bunu niyə eləməyək? Nə hacət 30 günə? Özə əndirabadi cəhət nədir? Ayın birində məktub yazırsanız da, elə bil ki, qəsdən gözləyib, ayın 30-unda və yaxud 31-də cavab verirlər. Halbuki səbəb nədir? Torpaq mübahisəsi. Buna 30 gün düşünmək, nə bilim, nələrisə araşdırmaq, buna nə lazım? Buna konkret cavab verilsin ki, məsəl nədir və şikayətçi də rahat olsun, otursun. Biz hamımız seçicilərimizlə bol-bol görüşlərdən qayıtmışıq. Çünki böyük məzuniyyət, böyük fasilə oldu. Ona görə də onlardan çoxlu tələblər, istəklər, xahişlər eşitmişik. Mən yalnız hələ birini dilə gətirirəm. Və bu da çox vacibdir, dediyim kimi. Cəmaat qalır nigaran ki, mən bir aydan çoxlu məktub göndərmişəm. Ay deputat, niyə cavab vermirsən? Qalıram belə ki, nə deyəm? Axırda məcbur olub deyirəm ki, mən cavab almamışam. Ona görə sənə məktub göndərə bilmirəm. Xahiş edirəm bu məsələyə çox ciddi şəkildə münasibət bildirəsiniz və digər əlaqədar orqanlarda. Sağ olun, xanım Sədir. Sağ olun, Səyyad müəllim. Ancaq mənim borcumda o məlumatda sizə çatdırım ki, əslində 2 həftə ərzində məktuba gərək cavab ola. Bu bil. 30 gün isə əgər əlavə hansısa bir araşdırmalar lazımdırsa, 30 gün ona aiddir. Və sizdən çox xahiş edirəm, hansı məktublarınıza cavab sizin verilməyibsə, Fərid müəllim, siz xahiş edirəm bizim şöbəyə, Şakir müəllim rəhbər etdiyi şöbəyə, xüsusilə bugün bu məsələlərlə məşğul olsunlar və mənə bütün bu məlumatı bugün verin. Neçə məktubunuzda sizin cavab verilməyib, hansı nazirlikdən
siz cavab ala bilməmisiniz. Xahiş edirəm bugün bununla bağlı. Mən bildiyimə görə mən bilirəm, siz bir dəfə çıxış eləmişdiniz komitə iclasında. Mən elə dərhal o məsələ ilə məşğul oldum. Mənə deyilən o idi ki, belə bir məktublar yoxdur. Əgər ondan sonra siz məktub yazmışsınızsa və cavabınız gəlməyibsə, mütləq bugün bu məsələ ilə mən məşğul olacağım. Ancaq sizin köməkçiyə deyin ki, düzgün məlumatlar verilsin. Yaxşı, çünki bizdə bunlar hamısı var. Hamısı bizim deməli kanselariyadan, dəftərxanadan keçir bunların hamısı. Möhürlənib sonra göndərilir.